Salam aleykum, sabahınız xeyir olsun. Mənim zemlaklarım, mənim qürbətdən salam olsun, qürbətdə olan qardaşlara, bacılara. Allah sizə can sağlığı versin. Öz torpağınızda halal zəhmətlə çörək qazana bilmirsiniz. Bilirəm, mən də çəkirəm o əziyyəti. Öz torpağımda gün görmədim. Öz vətənimdə bir gün üzüm gülmədi. Hansı qapıya getdim, hansı kabinetə getdim, işçin dedi, gəl gedək, axşam mənlə yatay sonra gəlib işləyərsən. Başa düşdünüz məni. Bu dərd böyük dərddir. Hə, demək mən bir-iki dənə, son zamanda 2 dənə video çəkdim. Videolarım çox idi, həddindən artıq çox idi. Mənim videolarım 2021-ci ildən mənim çox videolarım var idi. Sayfalarımın çoxsunu vurdular, videolarımın çoxsunu vururlar. Onu da deyim sizə. Səhv eləmir də, başa düşürsünüz. Səhv eləmir mənim danışmağım. Bir-iki nəfər mənə orada yazıb ki, get bozbaşı pişir də. Birincisi, biz bozbaş yemirik, biz talışıq. Biz ləvəngin yeyirik. Biz ləvəngin yeyirik və bizim 80 yaşında kişilərimiz uşaq çıxardır. Biri də yazıb ki, get nəvələrinlə oyna. Ala gicdurlar, mənim nəvəmin 25 yaşı var. Mən nə ineyim, onun daşağı ilə oynayayım mən. Hə? Yekə adamsınız ala, siz söz tapmırsınız. Siz niyə məsələn sosial mediada biri sözün demək istəyir, fikrin demək istəyir. Biri istəyir ki, ürəyində olan fikirdir də bu söz azadlığı deyən bir şey var da. Hər bir insanın haqqı var ki, hansısa bir fikir barədə, hansısa bir söz barədə öz fikir azadlığı var, onu desin. Biri yazıb get bozbaşı pişir, biri yazır deyir get nəvələrinlə oyna. Biri yazır deyir ki, sən siyasətçisən bəyəm. Siyasətçi kimdir ki? Məndən artıq kişinin oğludur yeri yananda. Siyasətçi deyiləm, amma Siyavuşdan yaxşıyam ki, dəli Siyavuşdan. İnsanlar ona görə boşanır ki, çünki çox boşanma var, çünki çox evlənirlər. Hələ gicdullaq siyasətçi olmaydansa, hələ mənim kimi dəli arvad 1000 dəfə yaxşıdır. Yəni elə mənə hələ belə olduğum kimi qəbul eləyin. Olduğum kimi sevin mən. Qəbul eləməyəndə vızqıtsın saatda 250 ilə. Başa düşdünüz məni? Kimin xoşu gəlmir, sizi məcbur eləmirəm ki, ay çaqqallar. Nə fake sayfalarla gəlib dolaşırsınız. Sizin götünüz var, gəlin mənim qarşıma çıxın. Belə mənim kimi, üzümü aç ki, gəl denəm, bu mənəm. Sən belə niyə eləyirsən? Sizin götünüz yoxdur, fake sayfalarla nə düşmüsünüz, çaqqal kimi, xoxan kimi ortalığa. Bəstirin də, insanların qanını qaratmayın. Mənim qozuma da öyle, prosta özünüzün qanınızı qaradırsınız. Bax, gördünüz, sizə görə mən məsələm çıxdım, sizə bir-iki dənə ləzzətli söz dedim. Fərz eləyin ki, Azərbaycan İslam məmləkətidir. Fərz eləyin ki, Azərbaycan İslam məmləkətidir. Azərbaycanda hotellər yoxdur, saunalar yoxdur, qəhvəxanalar yoxdur, diskotekalar yoxdur. Azərbaycanda perpetuq yoxdur, fahişə yoxdur, Pakistanlı yoxdur, Hindistanlı yoxdur, ərəb yoxdur, İngilis yoxdur, Alman yoxdur. Yəni, qumarxana yoxdur. Sayma ilə bitmir də, başa düşdünüz? Ümumiyyətlə, qəhvəxana Azərbaycanda yoxdur. Və televizorda da o qəhvəxana göstərişləri yoxdur və petuq aparıcılar yoxdur. Fərz edin ki, Azərbaycan İslam məmləkətidir və Azərbaycanda bir gözəl bir, huzurlu bir həyat başlayıb. Dinimizə görə, Rəsulullahın buyurduğuna görə, gözəl-gözəl qızlarımız başını bağlayıb, namazında, niyazında, kişilərimiz öz işi ilə, ticarəti ilə, işi ilə, gücü ilə məşğuldur. Qadınlarımız oturub evində balaların böyüdür, səliqə ilə, sahmanla, day gecə ilə xam belə oturub, gecə saat 2-dən sonra duşa axtarmır. Duşa. Deyirəm, ay qız, sən ərin var axı, sən gecə 3-də hara gedirsən? Deyir, Şəhla bibi, duşa lazımdır mənə, duşa. Duşa axtarırlar. Deski satdan. Fərz eləyin ki, mənim bu saydıqlarımı fərz eləyin ki, yoxdur və Azərbaycan İslam məmləkətidir. Sizcə bizim devlətimizə sərf eləyər belə bir yaşayış? Sizcə? Məncə yox. Çünki əgər diskotekalar olmasa, əgər fahişəxanalar olmasa, əgər qəhvəxanalar olmasa, əgər hotellərdə Hinduslar, Pakistanlılar, ərəblər bizim qızlarımızı petləməsə,
polislər ac qalar. Polislər acından ölərlər. Acından ölərlər. Millət vəkilləri var ha, əlin tutub beləsi dilənçilik eləyərlər. 90% narkotik alveri, hamısı yuxarılardadır. Kasıb hardan gətirir onu, tonla, maşınla, kamazla narkotiki? Tırla, kamazla da yox. Kasıb necə gedər, indi pulu olsa gedər bir dənə spiçka qutusunda yalandan bir dənə ağacın yarpağını verirlər ona. Nəhşə avacına deyirlər gələ geçsək. Kasıbdır da tupoydu, yoxdur, baş yoxdur, cahildir. Amma əsas narkobaronlar kimdir? Yuxarıda oturandır da. Heroini basan damarlara kimdir? Vəzifəli adamların balalarıdır da. Heroinin qiyməti bilirsiniz nədir? Dünya fiyatı. Məsələn, başa düşürsünüz, mən dediyim kimi, əgər Azərbaycanda bir gün İslam məmləkəti olsa, bir gün, polislər üsyan eləyər. Hökumət qalxar, dünya dağları Azərbaycanda. Bu səfər kasıblar yox, yuxarıdakı təbəqələr üsyan eləyər. Çünki onlar, ay bədbəxtlər, onlar, o boynuyoğun millət vəkilləri, o polislər, ay bədbəxtlər, sizin sayəvizdə çörək yeyirlər. Sən gedib fahişəlik eləyirsən, onun bunun altında ölürsən, gəlib ona doyla verirsən. Sən petuq gödübsən, götün yara olub gedirsən, petuqluq eləyirsən, ona doyla verirsən, ona işverənlik eləyirsən, onun bunun cibinə nəşə atırsan, gəlib ona işverənlik eləyirsən. Sən də haram yeyirsən, o da haram yeyir və hələ bir həyat yaşayırsınız siz. Hə? Bu düzgündür sizcə. Mən demirəm, gedin çarşaba birinin eləyin, amma sərf eləmir. Bizim insanlarımıza, bizim hökumətimizin, yəni yanında bu dəqiqə ən çox petuqlar durub. Onlara sərf eləyir. Bir dənə ASTV kanallarına baxın, aparıcılar hamısı petuqdur. Aparıcılar hamısı petuqdur. Bir dənə təmiz bir uşaq yoxdur ki, kostyumun geysin, səliqə ilə sahmandan veriliş aparsın. Hamısı petuqdur, Paqalovna. Bir dənə oxuyanlarınıza baxın, qabaq xanəndələr Rübabə Muradova, Şövkət Ələkbərova, Nəzakət Məmmədova, Flora Kərimova, indi onu da bədbəxt elədilər, getdi üzün gözün bədbəxt elədi. Oxuyan qəşəng oxuyan idi. Bizim vaxtımızda ən prostitutka oxuyan İlhama Quliyeva idi. Onu da siz eləmişsiniz. Allah. İlhama Quliyeva ilk mineti Azərbaycana gətirən saksafonu İlhama Quliyeva olub. İlk seksi, pornonu Azərbaycana gətirən qadın İlhama Quliyeva olub. İlhama Quliyeva Yerevana zakaza gedərdi ermənilərlə yatmağa, lotularla yatmağa gedərdi. İlhama Quliyeva bizim neftçi komandasının 12 nəfərlə Qubaya yeyib içməyə getmişdi. Səhərəcən neftçi komandasının 12-si ilə də porno seksin çəkmişdilər. Qruppa boy seksin. İlhama Quliyevanın kaseti var idi. İlhama Quliyeva ərə gedəndə həmən adama o kaseti gətirib verdilər. O adam onu bir aydan sonra boşadı. Başa düşürsünüz siz. Siz kimlərə sitayiş edirsiniz? Şakallar biləcək. Siz niyə düz danışan adamları görməyə gözünüz yoxdur? Mənə bir sən niyə sevmirsiniz? Çünki mən sizin gözünüzə belə barmağımı soxuram. Bir barmağımla iki gözünüzü çıxardıram. Ona görə mənə görməyə gözünüz yoxdur. Allah mən bu yaşımda Azərbaycanda işə gedirdim. Allah başımı götürün tükə ağarıb. Bu yaşımda işə gedirdim. Cavan müdür aşpazam da. Profesional aşpazam mən. Müdür mənə belə danışa bilmirəm nervini. Hələ qoy söyüşlə deyim. Allah sikməsə işə götürmürlər sizi. Müdürlər sizi sikməsə işə götürmürlər. Cavan qızlar bədbəxt olublar. Müəllimlər universitetdə qızları barmaqlamasalar onlara qiymət vermirlər. Başa düşürsünüz siz. Nə hala qoyumsunuz ala bizim torpağımızı? Buna da ala Petuxun sözü keçir. Petux gelib mənə şikayət edib. 37-ci bölmədən mənə zəng eləyirlər. Alo Şəhla xanım, sizi çağırırlar bəs nə olub? Mən Petux baboş mənə şikayət edib. Ala qəhbələr, bəs sürün də siz. Sizin qeyrətiniz yoxdur. Bəs sürün də insanların niyə duyguları ilə oynuyorsunuz? Bəs sürün də. Mənə deyir, get deyir, bozbaşını pişir. Dalba yox, sənin anon gedir ərəbin altında yatır, sən üçün bozbaş pişirir. Mənə lazımdır, mən bozbaş yemirəm. Mən ağ balıq yiyirəm, qara ikra